Və bunun bənzərində Allah Taala buyurur ki: "Əfə əntə tukrihun nəsə həttə yekunu mu'minin?" Peyğəmbər, sən istəyirsənmi? Əfə əntə tukrihun nəsə, sən insanları məcbur edəsən, hətta yekunu mu'minin, hamı mömin olsun. Sən bu cür istəyirsən? Yox, bu mümkündür. Bu mümkün deyil. Diqqət etsək, Məkkə şəhərinin fəth olunan dönəmində belə bir hal oldu. Orada artıq müsəlmanlar çoxluq təşkil elədi. Müşriklərin bəziləri ölkəni tərk elədi. Bəziləri bu razılığa gəldilər ki, Peyğəmbər sallallahu ki, biz qalmaq istəyirik elə burada. Müəyyən vergi ödəyərik sizə, amma biz burada qalaq, biz getməyək. Bəzilərinə Peyğəmbər sallallahu vaxt verdi. Dedi, düşünün, fikirləşin, möhlət verdi. Və həmçinin Allah Taala buyurur ki, hidayətdə belə bir xüsusiyyət var ki, hidayət olmaqdır. Yəni Allah icazə verib. Yəni adam hidayət olub, Allah icazə verib. Yəni bəzən insan fərqinə varmır özündə olan qiymətli, dəyərli bir şeyin fərqinə varmır. Ya imamın dövründə, ya Peyğəmbərin dövründə, ya Quran ayəsi ona başa salmaq istəyir ki, səndə bir qiymətli bir şey var, dəyərli bir şey var. Yadıma bir mövzu düşdü, İmam Cəfər Sadiq əleyhissalamın zamanında bir